Keçmiş münasibətləri anlatmalıyıq. Söz verdiyim video, yeni bir relationshipə girdikdə sizcə keçmişi anlatmalıyıq. Məsələn, cinsəllik, keçmiş sevgililər konusu. Bir neçə məqam var. Sizin anlatma niyyətiniz nədir? Confession nədir? Deyirsən, papaza günahlarını deyirsən. Hə, günah çıxartmaq. Məqsəd həqiqətən paylaşmaqdır, yoxsa günah çıxartmaq? Bəzən insanlar keçmişlərini danışırlar ki, qarşı tərəfdən problem deyil, cavabını alsınlar və özlərini rahat hiss edəsinlər. Bu isə münasibətdə emosional yük yarada bilər. Öncəliklə, əgər siz tamamilə anlataraq səmimi, dürüst olmaq istəyirsiniz və ona yaxınlıq qurub bağ qurmaq istəyirsinizsə, sizi tam olduğunuz kimi qəbul etsin istəyirsinizsə, bu bir niyyətdir. Özünüzə aid şəxsi sərhədlərinizi paylaşmaq da hər zaman vacib deyil. Qoruyucu bir sərhədlər olmalıdır. Hər münasibətin öz ritmi var və nə qədər paylaşmaq lazım olduğunda münasibət irəlilədikcə o emosionallığın artışına görə, münasibətin gedişatına görə qərar verməlisiniz. Cinsəllik və keçmiş partnyorlar mövzusunda ehtiyatlı olmaq lazımdır. Çünki bu qarşı tərəfdən maraq mövzusu ola bilər. O maraqlanıb bunu soruşa bilər. Ancaq sonrasında sizin anlatdıqlarınızdan çox pis təsirlənə bilər. Yeni sevginiz, sizin keçmişinizi soruşmursa, özünüzün anlatmağınız da çox uyğun olmaz. Qarşılıqlı paylaşım şəklində keçmişlə əlaqəli bir-birinizi tanımaq məqsədli paylaşımlar ola bilər.